Bismillahirrahmanirrahim. Rayonumuzdaymış belə bir mərkəz açılıb. Handa. Ailəvi əyləncə mərkəzi demək olar, istirahət mərkəzi demək olar. Uşaqlar üçün istirahət mərkəzi demək olar. Rayondan gələndə sağ tərəfdə. Bu da asan xidmətə gedən yoldur. Deməli, ola bilər səfərə çıxırsınız. Tələsi olur, yaxud da səfərdən qayıdırsınız. Fərq eləməz. Nə səfərə getmirsiniz, nə səfərdən qayıtmışsınız. Oturmuşsunuz evdə, cavan ailədirsə, istəyir uşaqları ilə bir oturub çörək yesin, əylənsin. Sizlər mənim kimi yaşlı adam nəvələri ilə gəzintiyə çıxmaq istəyir, çörək yemək istəyirsə, bax gəlirsən bura, birinci mərtəbədə oturub istədiyin yeməklərdən sifariş verə bilərsən. Və nəvələrin də, evlatların da ikinci mərtəbədə əylənə bilər. Bütün uşaqlar üçün əyləncə nəzərdə tutub əylənmək üçün hər şərait yaradılıb ikinci mərtəbə. O cümlədən ikinci mərtəbədə xüsusi ailəvi çörək yeməyi də olar, nahar eləməyi də olar. Yəni yuxarıda yalnız ailəvi gələnlər ikinci mərtəbəyə çıxa bilər, orada nahar eləyə bilər, çörək yeyə bilər. Amma birinci mərtəbədə ümumidir. Hər kəs istəsə gəlib ailəvi oturub çörək yeyə bilər. Amma ikinci mərtəbədə həm də uşaqların əyləncə mərkəzi nəzərdə tutulur. Uşaqlar hər cür əylənmə mümkündür, əylənməsi mümkündür. Deməli, buradan belə bu asan xidmətdir, gedən yoldur. Bu tərəf üzü Handa əyləncə mərkəzinə duranda sağ tərəfdə bax rayondan gələn yoldur. O irəlidən də sağ tərəfə 32-yə dönürsən. Allah xeyirli olsun. Xeyirləsin, xeyirli.